Xoş gördük əziz dinləyicilər. İsrailin İranı vurmasından sonra bilirsiniz ki, mənim birinci videomda bildirmək istəyirəm ki, yəni bu bizim regionumuz üçün təhlükədir əlbəttə ki. Amma burada əlbəttə vacib olan məsələ o deyil ki, yəni biz İran tərəfdəyik və yaxud da İsrail tərəfdəyik. İsrail Azərbaycanın strateji dostudur, tarixi dostudur və İsrailin dostluğu artıq sınanıb. Azərbaycan üçün bu heç bir şübhə doğurmur. Amma ən vacib məsələ bundan ibarətdir ki, dostlar, xatırlayırsınızsa mən sizə həmişə deyirdim ki, Azərbaycan öz mövqeyini tutmalıdır. Azərbaycanın mövqeyi, Azərbaycanın yeri Avropadadır. Azərbaycan öz müttəfiqlərini yaxşı seçməlidir. Çünki Azərbaycanın şimalında bir Rusiya varsa, o səhərdən axşamadır Azərbaycanı təhdid edir. İkinci cənubunda da İran var ki, 6 dəfə Azərbaycan 44 günlük müharibədən sonra 6 dəfə Azərbaycanın sərhədində Araz boyunda hərbi təlim keçirib və Azərbaycan təhdid edib. Bakıya Qüdsdən gedəcəyi deyə naralar atıb. Əlbəttə, bu günləri İranın başına gələn bu hadisələr də İran siyasətinin günahıdır. İran siyasətinin, necə deyərlər, özünün korluğa vurmasının siyasətidir. Sən bu günləri buklarla, kuruqlarla, S-300, köhnə S-300-lərlə sən müasir İsrail texnikası qarşısında dura bilməsən və duruş gətirə bilməsən və bunu İsrail göstərdi, dəqiq atışları ilə, nöqtə atışları ilə İranın belini qırdı və bundan sonra da İran ona heç nə eləyə bilməz. 136 dənə şahid göndərib, o da 8 saata, 9 saata güya çatacaqmış, o çatacaqmı? Bu artıq başqa bir sualdır. Əlbəttə, Azərbaycan hökuməti burada çox aktiv olmalıdır. Güney Azərbaycan barəsində biz dərindən düşünməliyik. Lazım gəldi İsrailə, Amerikaya çatdırmalıyıq Güney Azərbaycan məsələmizi və biz bu məsələdə aktiv olmalıyıq. Azərbaycanın bu odun, bu alovun içərisindəki əlbəttə ki, ən yaxın müttəfiqi yenirəm Avropadır. Avropa ilə sıx münasibət bəsləməlidir. Türkiyə ilə yaxın olmalıdır. Amerika ilə yaxın olmalıdır. Əlbəttə ki, İsrail ilə yaxınıq. Sadəcə olaraq biz orada baş verəcək Kürd ayaqlanmasına da biz mesajını İsrailə ötürməliyik ki, Kürdlər Güney Azərbaycandan uzaq dursunlar. Çünki Kürd terrorçuları həmişə İsrailin və Amerika siyasətinin yanında olublar. Azərbaycan hökuməti aktiv olmalıdır. Biz bunu çoxdan deyirdik və bu gün o məqam gəldi çatdı. Bu günləri o təhlükə artıq yaranıb Azərbaycan üçün də. Azərbaycan diqqətli olmalıdır və yenə deyirəm ki, Güney Azərbaycan məsələsini həm Türkiyə ilə, həm İsrail ilə, həm Amerika ilə yaxından işləməlidir. Çünki bu gündən sonra İran, çünki İsrailin məqsədi İran siyasətini, İran hakimiyyətini yıxmaqdır ki, bu Azərbaycan xalqı üçün də, Azərbaycan dövləti üçün də, əlbəttə biz də bunun marağındayıq. İran sistemi yıxılmalıdır. İran sisteminin yıxılması oradakı Güney Azərbaycanlıları və digər millətlər üçün də azadlıq deməkdir. Güclə insanları bu vəhşətin içindəsinə sala-sala siyasət yürütmək heç də qəhrəmanlıq deyil. Buna müqavimət demirlər. 40 ildir, 50 ildir İran xalqı da məzlum vəziyyətdədir, ağır vəziyyətdə yaşayır və bu gün aparılan siyasətin qurbanıdır İran dövləti. Sadəcə olaraq köhnə şiə necə deyək, naraları ilə, nağılları ilə insanları ortada saxlamaq, ağlayın, güya Hüseyni ağlayırlar. Həzrəti Hüseyn əleyhissalamın məqamı vardı, onun məktəbi kişilik məktəbi idi. O məktəbin İran İslam dövlətinə, sisteminə heç bir dəxli yoxdur. Bunlar sadəcə olaraq Hüseyn deyib Yezidin və Muaviyyənin hakimiyyətini davam elətdirirlər və bu faciəvi bir davam etmədir. Bu bir zülmdür, bu bir zalimlikdir. Heç də Yezidin hakimiyyəti ilə İran hakimiyyətinin fərqi yoxdur. Ona görə sadəcə olaraq öz Yezidlik qiyafələrinə Həzrəti Hüseynin, Həzrəti Əlinin qiyafəsini geyindirə bilərlər. Amma İran hakimiyyəti sözün həqiqi mənasında İslama və şiəliyə vurduğu zərbəni indiyənə qədər heç kəs vurmayıb. Ona görə biz hakimiyyətin əleyhinəyik, İran hakimiyyətinin əleyhinəyik və belə gedərsə İran hakimiyyətini də məhv edəcəklər. Çünki nəzərə alın ki, İran İsrail xüsusi kəşfiyyatı çox güclüdür və bugünkü nöqtə atışları ilə də bəlli oldu ki, hər kəsin yerini bilirlər, Xamneyinin də yerini bilirlər. Hizbullahın rəhbərini necə öldürdülərsə, İranın mərkəzində Həmas rəhbərini necə öldürdülərsə, daha doğrusu Əli Xamneyini də yəqin ki, yerini çox gözəl bilirlər. Sadəcə məqamı gözləyirlər. Bu bir mesaj idi. İkinci mesaj daha ağır və daha çətin ola bilər. Əlbəttə ki, Azərbaycan xalqı yalnız və yalnız İranda yaşayan Güney Azərbaycanlı qardaşları üçün narahatdır, narahat olmalıdır və bu mənada bu alovun içərisində bizim ən yaxın müttəfiqimiz əlbəttə ki, Qərb
Türkiyə və İsrail olmalıdır. Biz bu alovdan özümüzü uzaq tutmalıyıq. Nə qədər mümkündürsə, əlbəttə ki, biz bu alovun qonşuluğundayıq və burada özümüzü kənarda tutmaq çox çətin olacaq. Amma inşallah ki, Azərbaycan xalqı üçün hər şey yaxşı olar. Təşəkkür edirəm diqqətinizə görə.